Bilirsiniz, hər şeydən çox insanı nə qorxudur? Ölüm. Ölümdür ki, insanı hər şeydən çox elə o qorxudur. Əslinə baxarsan, insan bilmədiyi, tanımadığı hər şeydən dəhşətə düşür. Gündüz 100 dəfə gördüyümüz yerdən gecə qaranlığında keçəndə görürsən ki, qorxuruq. Niyə? Çünki gündüz orada nə olduğunu görürük, lakin gecə qaranlığında bu imkan yoxdur. Onun üçün də qorxuruq. Bu dəhşətə qalib gəlmək üçün belə zamanlarda insan çalışır ki, onu dansın. Və ölüm barəsində də nə deyim ki, belə edir və beləcə çalışır, ölümdən ürəyinə düşdüyü dəhşəti aradan aparsın. Amma nə deyim ki, bu qorxu daim insanın ürəyində var. Ölümü danan, ölümdən sonra heç bir şey yoxdur deyən adam, ölüm hər şeyin axırıdır deyən adam, çox görmüşəm ki, ölümün ciddi yaxınlaşdığını görəndə başlarına nə gələcəyindən hərasa düşüblər. Ölmüş insanlardan heç kəs bizim dünyaya təkrar qayıtmayıb ki, ölümdən sonra nə olduğunu bizim üçün açıqlasın. Amma bax, niyə bir nəfər öləndən sonra yenə dirilib? O da İsa Məsihdir. Pərverdigar İsa Məsihdə özünü kamil bir surətdə insanlara göstərdi. İsa bu mətləbi insanlarla danışanda aşkar aydın onlara dedi. İsa buyurdu, məni görən hər kəs atanı görüb. Pərverdigar İsa'nın cismində biz insanların arasına gəldi. Bizim insanlığımızda, bizim bəşəriyyətimizdə şərik oldu. Bizim kimi yaşadı. Bizim dilimizi danışdı. İsa insanların bütün suallarının cavabını bilirdi. Və ölümdən sonra nə olacağını da. İnsan tarixində ancaq bu İsa'dır ki, ölümündən sonra dirilib və təkrar bizim dünyamıza gəlib. Bu mətləb haqqında Mərqosun yazdığı İncilin 12-ci fəslində belə oxuyuruq. Mərqos belə yazır. Ölümdən sonra dirilmə yoxdur deyən Saduqilər İsa'nın yanına gəlib soruşdular. Ustad, Musa bizə yazıb ki, əgər birinin qardaşı ölüb arvadı qalsa, lakin uşaqları olmasa, qardaşı onun arvadını alıb qardaşına nəsil yetişdirsin. 7 qardaş var idi. Birincisi arvad aldı, öldü. Amma özündən övlad qoymadı. İkinci qardaş o arvadı aldı və o da övladsız öldü. Üçüncüsü də belə. O 7 qardaşın heç birindən nəsil qalmadı. Hamıdan sonra arvad da öldü. Qiyamət günündə onlar diriləndə bu arvad hansının arvadı olacaq? Çünki onların 7'si də bu arvadla evləndi. İsa onlara dedi, sizin səhv etdiyinizin səbəbi də elə budur. Çünki nə müqəddəs kitabı anlayırsınız, nə də Tanrının qüdrətini. Elə deyil. Çünki ölülərdən dirilən vaxt nə evlənirlər, nə də ərə gedirlər. Ancaq göylərdəki mələklər kimi olurlar. Lakin ölülərdən dirilmə mətləbinə gəlincə,
Əgər Musanın kitabında alovlanan bota barədəki fəsildə oxumayıbsınız ki, tarı ona deyir, mən İbrahimin tarısı, İshaqın tarısı və Yaqubun tarısıyam. O, ölülərin tarısı yox, dirilərin tarısıdır. Siz çox səhv edirsiniz. İsa bu mətləblə hamı insanlara yəqin verir ki, ölüm hər şeyin axırı deyil. Ölümdən sonra həyat cinə davam edir. İsa'dan soruşan Saduqilərin buna etiqadı yox idi. Saduqilər ölümü hər şeyin axırı bilirdilər. Saduqilər Yəhud millətinin rəhbərlərindən bir qismi idilər ki, müqəddəs kitabdan ancaq Musanın yazdığı 5 kitaba inanırdılar. Və bu 5 kitabda onların düşündüyünə görə bu barədə heç bir şey yazılmamışdı. Onların soruşduğu sual əlbəttə ki, ciddi deyildi. Onlar bu sualından istəyirdilər İsa'nı rişxənd etsinlər. Bu adamlar bizim bu modern dünyamızda elə də qərib deyirlər. Biz özümüz də çox adamlar tanıyırıq ki, ölümdən sonra heç bir şeyin olmadığına inanırlar. Bunlara görə o zaman ki, nəfəs qurtarır, ürək dayanır və beyin artıq çalışmır, hər şey axırına yetişir. Bu adamlara görə həyat necə olur olsun, axırı unudulmaqdır, yaddan çıxmaqdır. Bəlkə onlardan bir ad yadgarda, tarix kitablarında qalsın, amma həqiqət budur ki, onlar gediblər, qurtarıblar. Belə fəlsəfələr dünyamızda çoxdurlar. Bertrand Russell'in yazdıqlarını xatırlayıram. Sadiq Hidayətin. Bunlar da ölümü, hər şeyin axırı bilirdilər. Onun üçün də vücudlarında olan o ümidsizliyi onların yazdıqlarından aydın görürük. Bu ümidsizlik o qədər qüdrətli idi ki, yadıma gəlir Sadiq Hidayətin Kor Bayquş adında olan kitabını oxuyan çox cavanlarımız intihar etdilər. Ölüm insanın axırıdır deyən fəlsəfə insanı diri ikən öldürür. İnsanın yaşadığı o əla dəyərləri aradan aparır. Sevgini, başqa insanların yolunda candan keçməyi, başqa insanlara hörmət etməyi. Bu fəlsəfə qəhrəmanlarımızı hörmətsiz ölümünə öldürür. Və İsa bu adamlara açıqca deyir, səhv düşünürsünüz. Niyə? Çünki müqəddəs kitabın yazdıqlarını anlamayıbsınız. Tanrının qüdrətini anlamayıbsınız. Müqəddəs kitabda Pərverdigara hörmət edən adamların ölümündən sonra biz yaşadıqlarını aydın görürük. İbrahimi, İshaqı, Yaqubu. İsa Tanrının qüdrətindən də danışır. İsa üçün Tanrının qüdrəti ümidin bünövrəsidir. Çünki bu bizi yaradan Pərverdigardır ki, qüdrəti ilə insanları təkrar dirildir və onlara əbədi həyat verir.
ölülərdən dirilmə vardır. İsa'nın dediyindən bu həqiqəti aydın görürük. İsa buyurur, ölülər dirilən zaman hamı mələklər kimi olacaqlar. Baxın, İsa əgər demir, İsa bəlkə demir. O yəqinliklə danışır və ölülərdən dirilmənin həqiqətini yəqinliklə deyir. İsa Saduqilərə elə inandıqları kitabdan bu həqiqəti göstərir. Oradan ki, Pərverdigar yanar botada özünü Musaya zahir edib, onunla söhbət edir və Musanın sən kimsən sualı qabağında ona buyurur, mən sənin atalarının tarısıyam, İbrahimin tarısı, İshaqın tarısı, Yaqubun tarısı. İsa Saduqilərə buyurur ki, bu adamlar gərçi ölüblər, amma Pərverdigar onlardan ölmüş adamlar kimi danışmır, diri adamlar kimi danışır. Çünki tarı ölüb getmiş adamların, aradan itmiş şeylərin tarısı deyil. Pərverdigar keçmişdə qalan adların tarısı deyil. O zaman ki, Pərverdigar deyir, mən filaninin tarısıyam, yəni bu ki, mən filaninin köməyiyəm, xilaskarıyam, ümidiyəm. Tarı ona inanan adamları qoruyur. Onların ehtiyaclarını fərahəm edir. Necə olar düşünək, tarı bu qədər qüdrətli olaraq, əbədi olaraq, sevgili olaraq, insanı qoruyaraq, ona sevgi edərək, axırında onu ölümün əlinə təslim etsin və beləcə onun vücuduna axır versin. Bəs haradadır onun qüdrəti o zaman ki, sevdikləri ölümlə üzbəüz olurlar? Haradadır onun hifazəti, haradadır onun vəfadarlığı? Əgər ölüm İbrahimin axırı idi, İshaqın axırı idi, bəs bu Pərverdigarın öz varlığının da axırı idi. Və onun bütün verdiyi sözlərinin axırı. Şükür olsun Tanrıya ki, əsla belə deyil. Biz İsa'ya baxanda bu sözün doğru olduğunu aydınca görürük. İsa özü ölülərdən dirildi və bizə Tanrının o dirildən, o həyat verən qüdrətini göstərdi. Qardaşım, bacım, İsa fəqət bu qədər demədi, bunu da dedi. Hər kəs bu həyatda mənə iman gətirsə, əsla ölməyəcək. O adam əbədə kimi yaşayacaq. İsa bu sözü sənə də